Niyə bəzi cütlüklər tez bir zamanda arzuladıkları hamiləliyə nail olur, digərləri isə illərlə səmərəsiz müalicəyə vaxt itirir? Səbəb möcüzələrdə deyil, düzgün yanaşmadadır. Sonsuzluğun müalicəsində 3 əsas mərhələni izah edin. Diaqnostika. Dəqiq diaqnoz olmadan istənilən müalicə mənasız bir oyundur. Hormon pozğunluqları, yumurtalama problemləri, spermatogenez pozğunluğu, anatomik xüsusiyyətlər, bitişmələr, poliplər, miomalar, endometrioz və s. genetik və immunoloji faktorlar. Diaqnoz qoyulduqdan sonra müalicə fərdi şəkildə təyin edilir. Dərman terapiyası, yumurtalamanın stimulyasiyası, hormonal müalicə, cərrahi müdaxilə, poliplərin, bitişmələrin götürülməsi, anatomik problemlərin düzəlməsi. Əgər təbii yolla hamilə qalmaq mümkün deyilsə və ya şans çox aşağıdırsa, KRT tətbiq olunur. İnseminasiya, yəni aşılama, süni maylama, donor proqramları istifadə olunur. Diaqnostika və müalicə nə qədər tez başlasa, uğur şansı bir o qədər yüksəkdir. Ən vacib səmərəli həll yolu təklif edə bilən mütəxəssisə müraciət etməkdir. Məsləhət üçün qeydiyyatdan keçin və arzunuza birlikdə çataq.